Deməli, burada sual verən bacımız deyir ki, biz məclislərdə belə qadınlara şahid oluruq ki, onlar deyirlər ki, mən boşanmışam, mən rahatam. İstədiyim yerə gedir, istədiyim yerdən də qayıdıram. Evlilik, xüsusən də subay qızların yanında onları evlilikdən qorxudur, onları evlilikdən çəkindirir, subaylığın sultanlıq olduğunu deyirlər. Bununla bağlı biz bir suala cavab vermişdik. Hani subaylığın sultanlıq olduğu, bu Allah'ın sözü deyil, bu Resulünün sözü deyil. Tam tersi bu sözün şəriətə müxalif bir söz olduğunu dilə gətirmişdik. Amma o ki qaldı bir insanın mən boşanmışam, rahatam, boşanmaq işte rahatçılıqdır, subaylıq sultanlıqdır, Allah'tan qorxmaları lazımdır. Yəni bir insan özü üçün bir qərar vermiş ola bilər. Mən evlənməyəcəm deyə bilər və yaxud da mən evlənmək istəmirəm deyə bilər. Amma insanlara sanki yəni bu bir növ insanları boşanmağa təşviq etməkdir. Yəni hətta burada bir ifadə var, əslində onu oxumaq istəmədim, amma yəni həqiqətən də bu biabırçılıq bir şeydir. Yəni bir insanın ağlı olan evlənərmi sözü, bu sözdürmü yəni? Bu ayıb deyilmi? Peyğəmbər sallallahu aleyhi və səlləmin bu söz şəriətinə muvafiq ola bilərmi? Peyğəmbər sallallahu aleyhi və səlləm insanları evliliyə təşviq etmişkən, Allah subhanahu və teala evliliklə bağlı əhkamlar nazil etmişkən, Allah azza və cəllə evliliklə bağlı, yəni bu insan heç mi düşünmür? Bəlkə məndə bir problem var. Hani bəlkə mən insanlardan yola gedə bilmirəm deyə boşanıram. Bəlkə mənim həyat tərzimdə problem var. Bəlkə mən itaatsiz bir qadınam. Bəlkə mən o Allah azza və cəllənin bildirdiyi, şəriətinin bildirdiyi şəkildə mən o sərkeş olan qadınlar var. Bəlkə mən o qadınlardanam deyə kimsə ilə yola gedə bilmirəm. Yəni problemi özündə görməyib də problemi evlilikdə görmək bu həqiqətən də şuurlu insanların edə biləcəyi bir şey deyil. Tabii boşanmaq ola bilər. Bir insan boşana bilər. Kişidə də bir problem çıxa bilər. Kişi zalim də ola bilər. Qadın ondan da boşana bilər. Yəni boşanmaq və ya boşanmış bir qadın pisdir anlamına əsla və əsla gələ bilməz. Bu hər kəsin başına gələcək bir şeydir. İstər kişi, İstərsə də qadın. Amma insanlara sanki evlilik pis bir şeydir, subaylıq isə və ya dulluq isə və ya boşanmışlıq isə çox gözəl bir şeymiş kimi təqdim etmək bu həqiqətən də ağıl karı işi deyil. Yəni necə bir gözəl bir şey ola bilər ki, sən əziyyət çəkirsən, sən məşəqqətə məruz qalırsan, sən avtobusda getməyi, yəni xoşbəxtçilik zənn edən insanın ağlı səviyyəsi hansı səviyyədə ola bilər ki? Yəni avtobusda getməyi, metrolarda getməyi, avtobuslarda getməyi, metrolarda getməyi, evində bir kraliçə kimi yaşamağı, işıq pulu dərdi çəkmir, yemək pulu dərdi çəkmir, kitab dərdi çəkmir, din dərdi çəkmir, heç bir şey dərdi çəkmir. Oturur evinin içərisində sadəcə dinini yaşayır, kira dərdi çəkmir, xəstələnəndə xəstəlik dərdi çəkmir. Yəni səndə alınmayıb deyə digər insanlarda alınmayacaq deyə bir şey yoxdur ki, hansı daha xeyirlidir? Bir qadının evinin içərisində bir padişah qızı kimi yaşamağı mı daha xeyirlidir? Yoxsa avtobuslarda, metrolarda, o dükanlarda, bu dükanlarda işləməyi mi daha xeyirlidir? Yəni insanları nəyə təşviq edirsən? İnsanları nəyə çağırırsan? Allah'tan qorxmaq lazımdır. Allah azza və cəllə buyurur ki, "Mə yelfizu min qawlin illə ladeyhi raqibun atid." Elə bir tələffüz edilən şey yoxdur ki, onu yazmaq üçün hazır duran mələklər olmasın. Ağzından çıxarmış olduğun hər şeyə görə qiyamət günü insan hesab verəcək. Allah azza və cəllə insanı danışmış olduğu şeylərdən hesaba çəkəcək. O gün gəldiyi zaman sənin o sözün ilə boşanmaq üzərində olan bir ipin üzərində oynayan bir ailə, qadın da dinləsə desə, vallahi bu xoşbəxtdir. Hani deyirdilər boşanan qadınlar xoşbəxt olmur. Bax adam nə gözəl xoşbəxtdir. Gedib o gün ərinə tamam bitdi artıq bu evlilik. Düşünəcəyi var idisə düşünməyi tərk edir. Düşünəcəyi var idisə o evliliyi baltalayan bir qadın sənin səbəbinlə bunu etmiş olsa Allaha nə cavab verəcəksən? Allahdan qorxmaq lazımdır. Çünki baxın, insanlar özləri bir yola girdikləri zaman hər zaman öz yanlarında birilərini də aparmaq istəyirlər. Allahdan qorxmaq lazımdır. Bu insanların sözləri ilə baxın, bəzən şeytan, insi şeytanlardan da olur. Yəni şeytan, insan cildində şeytanlar insanlara vəsvəsə edirlər. Nə deməkdir? Yəni subaylıq sultanlıqdır, boşanmaq nemətdir, işte ağlı olan evlənərmi və s. və s. Həqiqətən də bu azğınlıqdır. İnsanları boşanmağa təşviq etmək azğınlıqdır. Ailələri dağıtmaq azğınlıqdır. Evlənmək istəyən subayları evlənməyinə mane olmaq azğınlıqdır. Allahdan qorxmaq lazımdır. Heç müslüman bir ağız, müslüman bir kimsə ağzına, ağlına belə cümlələr gətirib insanlar içərisində danışarmı? Hani mənim üçün evlilik olmadı. O demək deyil ki, başqaları üçün də evlilik olmayacaq. Nə qədər Allah həmd olsun evli olub xoşbəxt olan müslüman ailələr vardır. Allah sənin üçün bunu yazmamışsa, sənə bunu təqdir etməmişsə, ya səndən qaynaqlı bir problem, ya da qarşı tərəfdən qaynaqlı bir problemlə bütün insanlarda bu olacaq deyə bir şey, bu olacaq deyə bir şey yoxdur. Bir daha altını çizərək qeyd edirəm ki, boşanmaq ayıb olan bir şey deyil.
Hər insanın başına gələ biləcək bir şeydir. Amma bundan yana bir problemimiz yoxdur. Amma boşandıqdan sonra bütün ailələri dağıtmağa çalışmaq, boşanmağın, subaylığın bir nemət olduğunu insanlara çatdırmağa çalışmaq, bu həqiqətən də Allahdan qorxulması gerəkən, insanın çox təhlükəli bir söz danışdığının fərqində olması gerəkən bir sözdür. Amma yox, insan boşanar. Əksinə insanlara təşviq edər ki, baxın mən burada bu xətam oldu və ya məndən qaynaqlı bir xəta olmadı, mən evləndiyim zaman yanlış bir addım atdım. Siz evləndiyiniz zaman bu şeylərə diqqət edin. İnsanlara təcrübə olacağı yerdə, insanlara öncülük edəcəyi yerdə bu cür boş-boş danışmağı həqiqətən də böyük bir zəlalətdir, böyük bir uçurumdur. Necə İmam Əhməd deyir ki, bir insan deyir, görsən ki, səni evlilikdən başqa bir şeyə çağırır, bil ki, deyir, o səni sünnətə çağırmır. Bil ki, o sünnət yolunda olan bir kimsə deyildir. Səni kim görsən ki, evlilikdən başqa bir şeyə çağırır, həqiqətən də evlilik böyük bir nemətdir. Necə bir nemət olmasın ki, qadınla kişi bir-birində sükunət tapır. İndi bunu dediyimiz zaman bəzi insanlar çıxıb deyəcəklər ki, bu günləri evlənən insanlar elə deyirlər, bugünkü kişilər elə deyirlər. Sanki bugünkü qadınların hamısı Fatimədir də. Yəni, tək problemimiz Əli problemi qaldı. Yəni, bugün Əli olmadığı kimi, bugün Fatimə də yoxdur. Yəni, bu normal olan bir şeydir. Yəni, bu günləri kişilər danışdığı zaman Fatimə axtarır, qadınlar isə bu günləri Əli axtarırlar. Lakin bir-birlərini tapmadıqları zaman da ortaya bir agresiya, ortaya bir qəzəb çıxmış olur. Kişilərin qüsuru olduğu kimi, qadınların da qüsuru var. Qadınların qüsuru olduğu kimi, kişilərin də qüsuru var. Ona görə heç kimsə məsum deyil. Problemlərə rəğmən biz bir həyat yaşayırıq. Bu problemlərə rəğmən evlilik gözəldir. Bu problemlərə rəğmən evlilik bir nemətdir. Evlilik insanın dinini qoruyan, insanı fitnələrdən qoruyan şeylərdəndir. Amma insanları evlilikdən çəkindirmək, insanları subaylığa təşviq etmək, bu isə şeytanın yolundan başqa bir yol deyil. Allah Azza və Cəllə ən doğrusunu bilir.